Daş rayon icra başçısı Orxan Hüseynzadə, Firdosun Məmmədov bu şəhid plakatının üzərində bayrağın köhnə olduğunu bəyan edərək, təzəsi göndərərək Elsəvər Hacıyev deyir ki, ona görə vəhşicəsinə üstündəki köhnə bayraqlar vəhşicəsinə sökülür, oğrandığı halda və oğranarkən bax bu şəhid plakatının aynası qırılmış. Çin, Elsəvər Hacıyev deyir ki, cənab başçı Orxan Hüseynzadə, Firdosun Məmmədov göstəriş veribdir ki, bu şəhid plakatının üzərində bayraq köhnəldiyi üçün yenisi ilə əvəz olunsun. Çox sağ olun, Allah razı olsun. Sizdən minnətdarım. Yeni bu şəhid plakatının önündə, üstündə bayraqların təzəsi ilə əvəz olunsun deyə yeni bayraq göndərmişsiniz. Xahiş edirik, 5 aydır sizin qəbulunuzda da olmuşuq, məktub da yazmışıq. Bu bayraqları bura asılan icra başçısı Orxan Hüseynzadə bu bulağın da bərpa olunmasında bizə köməklik göstərəsiniz və Elsəvər Hacıyevə tapşırasınız ki, təkcə Ağdaş rayon Ləki qəsəbə icra nümayəndəliyin yolunun üstündəyi 4 şəhid plakatı və bulağının üstündəyi bayraqların ikisində köhnəlmiş halda olsa da cırıq bayraqların dəyişilməyini, bir də İkisində vapşim olmamaq şərti ilə o şəhid plakatlarının üzərində bayraqlar da dəyişdirilməsində bizə köməklik göstərəsiniz.